Qrup öncə Ankara'da olub. Burada Türkiyənin ən böyük informasiya agentliyi olan Anadolu Ajans rəhbərliyi ilə görüşüb. Görüşdə medianın Amerika və Avropa təcrübələri müzakirə olunub. Azərbaycan mediasının hazırki durumu barədə danışılıb. Səfərimiz ilkin olaraq Ankara'dan başlandı və Azərbaycandan 14 nəfərlik bir qrup getmişdi. İlk görüşümüz, rəsmi görüşümüz Atatürk tərəfindən 1920-ci ildə yaradılan Türkiyənin ən böyük informasiya agentliyi Anadolu Ajansı adında bir qurum var. Onun baş direktoru Hilmi Bengi ilə görüşdük. Ən əhəmiyyətli görüşlərimizdən biri də Türkiyə Cümhuriyyəti Başbakanlığının basın yayım və informasyon baş müdürlüyü var. Belə bir təşkilat var ki, yəni bunun media sahəsində nüfuzu çox böyük olan bir təşkilatdır. O təşkilatda da 4 dairə başqanı var və onlardan informasiya dairəsi başqanı Arif Gülənlə görüşdük, yəni qəbul elədi bizi və həmin təşkilat tamamilə gəzdik, onların iş prinsipi ilə tanış olduq. Bundan sonra Azərbaycanlı media nümayəndələri TRT kanalında olub. TRT-nin xəbər dairəsi başqanı ilə görüşüb. Media nümayəndələri Türkiyə-Azərbaycan regional kütləvi informasiya vasitələri arasında fikir və təcrübə mübadiləsi aparıb. Mən deyərdim ki, ən əhəmiyyətli görüşlərimizdən biri də Türkiyənin TRT kanalında oldu. Yəqin ki, hər kəs bilir, TRT televiziyası bir şəhərci idi. Böyük bir ərazini əhatə edən və bir neçə kanal buradan yayımlanır, TRT-nin öz nəzdində olan. Xəbər dairəsi başqanı Ahmet Çavuşoğlu ilə görüşdük. Və qeyd edeyim ki, doğrudan da bu boğazdan yuxarı bir ilgi deyildi Türk demişkən. Bütün görüşdüyümüz rəsmilər Azərbaycandakı medianın inkişafına maraqlıydılar və nümayəndə heyətini çox yüksək səviyyədə qarşılamışdılar. Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının başqanı Sərdar Çam ilə də görüşdük. Yəni şəxsən özü qəbul etdi və qeyd edeyim ki, Sərdar Çam 2 aydır bu vəzifəyə təyin olunub və görüşdüyü ilk jurnalist qrupu biz idik. Buna qədər heç bir jurnalistlə görüşməmişdi və bunu da vurğuladı ki, mən çox şadam ki, ilk olaraq Azəri jurnalistlərlə görüşürəm. TRT görüşündən sonra Azərbaycanlı nümayəndə heyəti İstanbula yollanıb. İstanbulda Kanal Türk və Star qəzetinin redaksiyasında olub. Qrup həmçinin Türkiyə Basın İlan Kurumuna da baş çəkib. Səfər Azərbaycanın regional media sahəsinin inkişafı baxımından əhəmiyyətli bir addım olub. Səfərin əhəmiyyəti onunla da həm də bir daha özünü büruzə verir ki, bütün qrup region mediasından ibarət idi. Ən əsası, çox yüksək dairədə Türkiyə media rəsmiləri ilə görüşdük, əlaqələr yarandı və bir neçə kanalla işbirliyi qurmaq üçün, əməkdaşlıq üçün əlaqələr yarandı. Həmçinin də o cümlədən Kanal Türk televiziyasının xəbər müdiri ilə görüşdük və biz informasiya mübadiləsində razılığa gəldik. Türkiyədə baş tutan görüşlərdə təkcə media sahəsi müzakirə olunmayıb. Qrup Türk kütləvi informasiya vasitələrinə Azərbaycan həqiqətlərinin təfərrüatlarını çatdırıb. Mən Qubadakı soyqırımla bağlı bildirdim ki, yəni Türkiyə kanallarında müxtəlif reportajlar gedə bilər, yəni bu çatdırıla bilər. Məlumat verdim o soyqırımla bağlı, kütləvi məzarlıqla bağlı. Gələcək əməkdaşlıq üçün bir zəmin yarandı, gələcək əməkdaşlığın təməli qoyuldu. Yəni yüksək səviyyədə inşallah növbəti telemövsümdən bu kanallarla, həmin mətbuat orqanlarıyla əməkdaşlığımız davam edəcək. Qarşı tərəf görüşü yüksək qiymətləndirib. Türkiyənin region mediasının Azərbaycana analoji səfərin də əhəmiyyətli olduğu vurğulanıb. Səfər 5 gün davam edib. Sərdar Tağıyev, Nurlan Şahmirzəyev, RTV.